Salam dəyərli müdavimlər, abituriyentlər, xoş gördük hamınızı. Mən Akşin Tahirov, tarix müəllimiyəm. Dəyərli yoldaşlar, vaxt itirmədən keçirik növbəti mövzumuza. Növbəti mövzumuz Səfəvilər dövlətinin yaranması, Səfəvilər imperiyası formalaşana qədər ki, dönəmi sizə izah edəcəm. Deməli, Səfəvilər dövləti 1501-ci ildən 1736-cı ilə qədər mövcud olub. Biz ötən slaydımızda bildirdik ki, İsmail Mirzə 1501-ci ildə Əlvənd Mirzəni məğlub etdikdən sonra Ağqoyunlu dövlətinin birinci qolunu süquta uğratdı və Təbrizə daxil oldu. 1501-ci ildə dövlət yaratdı, Səfəvilər dövlətini. Dövlət yaratdıqdan sonra, deməli, İsmail Mirzə oldu Şah İsmail, özünü şah elan etdi və paytaxt Təbriz oldu. Özünü babası Həsən Padşahın siyasi varisi hesab edirdi və buna görə də o Ağqoyunlu dövlətinin sərhədlərində Səfəvilər dövlətini qurmaq fikrində idi. Atacağı addımlar hansılar idi? 1503-cü ildə Həmədan yaxınlığında Almabulağı döyüşü baş verdi. 1503 Almabulağı döyüşü. Deməli, Səfəvilərin burada 12 minlik qoşunu var idi. Fars və Əcəm İraqının hakimi, yəni Ağqoyunlu dövlətinin ikinci qolunun hökmdarı olan Murad Mirzənin isə 70 minlik qoşunu var idi. Şah İsmail burada Almabulağı döyüşündə Murad Mirzəni məğlub etdi. Ağqoyunlu dövlətinin ikinci qolu da süqut etdi. Ümumilikdə, deməli, Ağqoyunlu dövləti tarix səhnəsindən silindi. Deməli, İsmail Mirzə, dediyimiz kimi, Şah İsmail daha doğrusu, özünü Uzun Həsənin varisi hesab etdiyindən, deməli, 1503-cü ildə İranın mərkəz və şərqini birləşdirdi. Birinci addım bu oldu. 1506-1508-ci illərdə Şərqi Anadolu və Ərəb İraqını tabe etdi. Ümumilikdə Diyarbəkirdən Xorasana qədər ərazilər, deməli, birləşdirildi Səfəvilər dövlətində. 1510-cu ildə, dəyərli yoldaşlar, Şah İsmail Dərbəndi tutdu. 1510-cu ildə təkrar, deməli, tabe etdiyi ərazilərə baxaq. Mərkəzi və Cənub-Qərbi Qafqaz, Dağıstan tabe edildi. 1510-cu ildə, yenə 1510-cu ildə baş verən hadisədir, Mərv döyüşü oldu. Mərv döyüşündə Özbək hökmdarı Şeybani xan məğlub edildi. Amudəryaya kimi bütün Xorasan, deməli, Səfəvilər dövlətinə birləşdirildi. Amudəryaya kimi bütün Xorasan. Mərv döyüşünün nəticəsi olaraq Səfəvilər dövləti geniş ərazili imperiyaya çevrildi. Ümumilikdə, Mərv döyüşündən sonra Səfəvilər dövlətinin imperiyaya çevrildiyi sərhədlər Amudəryadan Fərat çayına kimi daxil idi. Deməli, Azərbaycan torpaqlarının əksər hissəsi, dəyərli yoldaşlar, vahid dövlətdə artıq birləşdirilmişdi. Sonra Səfəvilər dövlətinə tabe olmuşdu və daxili müstəqilliğini saxlamış olan ərazilər, Şirvanşahlar dövləti və Şəki hakimliyi. Bunlar tabe idilər, amma öz daxili müstəqilliklərini saxlayırdılar. Bu dövrdə Şirvanşah, deməli, Şeyxşah idi, 2-ci İbrahim adı ilə tanınır və o İsmailin yanına hədiyyələrlə gəlir. Şah İsmail ona, deməli, Şirvanın idarəsini verir. Səfəvilər dövlətində Azərbaycan dilinin statusu nə yerdə idi? Azərbaycan türk dilinin. Deməli, saray və orduda əsas dil idi Azərbaycan dili. Sarayda və orduda əsas dil idi. Amma diplomatik yazışmalarda isə qismən istifadə olunurdu. Şah İsmail mərkəzləşdirilmiş teokratik dövlət qurur. Dövlət dini kimi şiəlik məzhəbini elan edir. Ümumilikdə 17-ci əsrin ikinci yarısında idarəçilikdə irsilik prinsipi tətbiq olunur. Bu da bürokratiyanın genişlənməsinə səbəb olur. Deməli, təkrar edirəm, irsilik prinsipi Səfəvilər dövlətində nə vaxt başlayır? 17-ci əsrin ikinci yarısında. Bu da bürokratik sistemi möhkəmləndirir. Əlbəttə ki, bu dövlətin gələcəkdə mərkəzdən qaçma qüvvələrinin artmasına səbəb olacaq. Davam edirik, dəyərli yoldaşlar. 16-cı əsrdə Səfəvilər dövləti 4 bəylərbəyliyə bölünür. 4 bəylərbəylik. 1501-ci ildə Qarabağ bəylərbəyliyi yaradılır. Mərkəzi Gəncə olur. 1501-ci ildə Təbriz bəylərbəyliyi yaradılır. Mərkəzi Təbriz olur. 1502-ci ildə Çuxursəd bəylərbəyliyi yaradılır. Mərkəzi İrəvan olur. 1538-ci ildə isə Şirvan bəylərbəyliyi yaradılır. Bu da Şah 1-ci Təhmasibin dönəmidir.
və Şamaxı olur mərkəz Şirvan Bəylərbəyliyi. Deməli, diqqət edək. Qarabağ, Təbriz, Çuxursad bəylərbəylikləri Şah İsmailin dönəmində yaradılıb. Şirvan Bəylərbəyliyi isə Şah Təhmasib, 1-ci Təhmasibin dönəmində yaradılıb. 16-cı əsrdə idarə etmə sistemi necə idi Səfəvilər dövlətində? Hansı vəzifələr var idi? Hansı qurumlar fəaliyyət göstərirdi? Birinci şəxs şah sayılırdı. Şah birinci şəxsdir. Ölkənin, dövlətin, dünyavi və dini hökmdarı rəhbəridir. İkinci şəxs vəkildir. Vəkil şahın həm dünyavi, həm dini işlərdə tam hüquqlu müavinidir. Şahın müavini vəkil. Üçüncü şəxs əmirül ümaradır. Əmirül ümarə baş komandandır. Əsasən qızılbaş tayfalarının üzvlərindən təyin olunur, onların əlində cəmləşmişdir bu vəzifə. Vəzir dördüncü şəxsdir. Vəzir ölkədə, dövlətdə mülki, maliyyə və xəzinə işlərini idarə edir. Sədr beşinci şəxsdir. Sədr dini və vəqf işlərinə nəzarət edir, vəqf əmlakına nəzarət edir. Nisbətən kiçik deməli idarə etmə vəzifələri hansılardır? Qorçubaşı. Qorçubaşı kimdir? Deməli, atlı elat şərik dəstəsinə rəhbərlik edir. Qorçubaşı atlı dəstədir, elatlardan təşkil olunub, adı çərikdir. Bu dəstəyə rəhbərlik edir. Qazı məhkəmə işlərinə rəhbərlik edir. Ali Məclis fəaliyyət göstərirdi, məşvərətçi orqan idi, 12 nəfərlik əmirlərdən ibarət deməli, üzvü var idi. Bəylərbəyi. Bəylərbəyi bəylərbəyliyi idarə edirdi. Nə demişdik bu yaradılmış bəylərbəylikləri? Bəylərbəylilər idarə edirdi. Deməli, bəylərbəyi yalnız şah tərəfindən təyin olunur və yalnız bilavasitə şaha tabe olurdu bəylərbəyi. Deməli, mahalları idarə edirdi 16-cı əsrə qədər naib, 16-cı əsrdə daha doğrusu naib, 17-ci əsrdən sonra isə qolbəyi. Yəni, mahalların idarə etməsindən danışanda, əgər bir 17-ci əsrə müraciət ediriksə, orada qolbəyi var. 16-cı əsrdə isə naib var. Bəylərbəyliyində ayrıca vəzir vəzifəsi mövcud idi. Yəni, Bəylərbəyliyinin vəziri. Bu vəzir, deməli, Bəylərbəyliyinin sərəncamında fəaliyyət göstərsə də, birbaşa mərkəzi divana tabe idi. Yəni, Bəylərbəylinə tabe deyildi. Dəyərli yoldaşlar, davam edirik. Eyni zamanda Bəylərbəyliyinin maliyyə işlərini vəzir yerinə yetirirdi. Kəndxuda kəndləri idarə edirdi. Kələntər şəhərləri idarə edirdi. Darğa şəhərdə asayişi qoruyurdu. Şəhər polisi, belə deyək, kələntərə tabe idi. Yəni, şəhəri idarə edən şəxsə tabe idi. Sultan deməli var bizdə. Deməli, qolbəyiyə tabe bir kiçik inzibati vahidi idarə edən şəxsdir. Deməli, qolbəyiyə tabedir sultan, yəni kiçik inzibati vahidlər ki var, onları idarə edən şəxsdir. Bir də vardı xan. Xan 17-ci əsrdən formalaşır Səfəvilər dövlətində. Ali, hərbi, inzibati mövqe tutan şəxslərə xan deyilirdi. Diqqət! Ali, hərbi, inzibati mövqe tutan şəxslərə 17-ci əsrdə xan deyilirdi, 16-cı əsrdə yox. İnzibati quruluş necə idi bəs Səfəvilər dövlətində? Səfəvilər dövlətinin inzibati quruluşu 4 pillədir. Diqqət edək. Bəylərbəylik, yəni dövlət bölünür bəylərbəyliklərə, saymışıq 4 dənəsini. Sonra onlar da mahallara, mahallar şəhərlərə, şəhərlərdən sonra da kəndlər gəlir. Dəyərli yoldaşlar, Səfəvilər dövləti haqqında ilkin məlumatları sizə verdim. Daha böyük mövzudur bu və onu bir neçə videoda sizə təqdim edəcəm. Ümumilikdə Səfəvilər dövlətinə təqribən 3-4 video həsr olunacaq. İzləmədə qalın.